Eksib olundu. Hər vaxtınız xeyir olsun. Bugünün saat 13:30 olan buraxılışını Oruc Mansurovun təqdimatını izləyirsiniz. Az öncə də qeyd etdiyim kimi Milli Məclisin növbəti iclası keçirilir. İclasda parlamentin deputatı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı haqqında qanun layihəsi müzakirə olunub. İclasda Azərbaycanın birinci xanımı da iştirak edib. Bu barədə ətraflı məlumat almaq üçün Bakıya bağlanırıq. Bizimlə canlı bağlantıda əməkdaşımız Ayşə İsazadə olmalıdır. Salam Ayşə. Salam Oruc. Ayşə, buyur, müzakirələrlə bağlı ətraflı məlumatı. Milli Məclisin bugünkü plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın 28 may Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqda qərar layihəsi müzakirəyə çıxarıldı. Çıxış edən Mehriban Əliyeva bildirdi ki, bu amnistiya aktı ümumilikdə 10 minə yaxın insana şamil olunacaq və 3500 məhkumunsa cəza çəkmə müəssisəsindən azadlığa buraxılması deməkdir. Millət vəkili Mehriban Əliyeva onu da qeyd elədi ki, bu Heydər Əliyev Fondunun təşəbbüsü ilə irəli sürülən 4-cü amnistiya aktıdır və ümumilikdə bu aktlar indiyədək 30 minə yaxın insanı əhatə edib. Bu qərar isə iyunun 15-də qüvvəyə minəcək və 4 ay müddətində icra olunacaq və onu da qeyd edeyim ki, burada müzakirələr zamanı millət vəkilləri onu da vurğuladı ki, indiyədək Azərbaycanda 10 amnistiya aktı qəbul olunub və onun 7-si ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır və burada bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın irəli sürdüyü bu amnistiya aktı digərlərindən daha çox insanı, daha çox məhkumu əhatə etməsi ilə fərqlənir. Artıq qərar layihəsi də qəbul olundu. Qərarın daha geniş təfərrüatlarını əsas buraxılışımızda, sujetimizdə sizə təqdim edəcəyik. Bizə hələlik olan məlumatlar bu qədər. Oruc. Təşəkkür edirəm Ayşə ətraflı məlumat üçün. Xatırladaq ki, bizimlə Bakıdan canlı bağlantıda əməkdaşımız Ayşə İsazadə idi. Biz buraxılışımızı davam etdiririk. Prezident İlham Əliyev Bakı Ekspo mərkəzində 22-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi və 10-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgiləri ilə tanış olub. Ətraflı məlumatı növbəti buraxılışlarımızda təqdim edəcəyik.